danışırıq Bizans imperiyasından. Biz Qədim Roma dərsini keçdikdə, Qədim Romanı 2 hissəyə parçaladıq 395-də. Dedik 395 476 Qərbi Roma, 395 1453 Şərqi Roma, yəni Bizansın mövcudluğudur. Yəni Bizans 395-dən 1453-cü ilə qədər mövcud olan bir dövlətdir. Bizansın ərazisi olduqca əhəmiyyətli, yəni strateji cəhətdən üstün bir mövqeydədir. Nəyə görə? Çünki Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Avropa ilə Asiyanın kəsişməsi də bunun ticarət yollarının qoşağında yerləşməsi deməkdir. Ölkənin mindən çox şəhəri olduğuna görə bura həmçinin şəhərlər ölkəsi də deyirlər və Bizansın ən tanınmış şəhəri Konstantinopoldur. Konstantinopola deyirlər Qızıl Körpü. Nəyə görə? Çünki Avropa ilə Asiyanı bir-birlərinə birləşdirən körpü buradır. Müasir İstanbul şəhəri. Konstantinopol ticari məqsədlə aktiv şəkildə istifadə edilə biləcəyinə görə məhz tez-tez də hücumlara məruz qalırdı. Dediyimiz kimi burada adlanırdı Qızıl Körpü. Bəs Bizansın hansı hökmdarları var? Biz Bizansda sadəcə bircə dənə hökmdar keçəcəyik. O da Justiniandır. Justinianın dövrü Bizansın qızıl əsri adlanır. Justinian dövründə xristianlığa xüsusi üstünlük verilib, ona görə də Sofiya məbədi tikilib. İndiki Türkiyə ərazisindəki Ayasofya məscididir. Türklər buranı işğal etdikdən sonra onun adını dəyişdiriblər və eləyiblər Ayasofya məbədi. Bundan əlavə Oskotlarla, Veskotlarla Justinian mübarizə aparıbdır və dövlətlərinin sərhədlərini xeyli genişləndiribdir. Lakin bir müddətdən sonra Bizans imperiyası ərəblərin və Bulqarların baskıları altında xeyli zəifləyir. Ərəblər və Bulqarlar zəiflədikdən sonra Bizans imperiyası itirdiyi torpaqları geri qaytaracaq. Məsələn, Mesopotamiyanı, Suriya ərazilərini, Bizans öz torpaqlarını geri qaytaracaq. Lakin az öncə dediyimiz kimi Konstantinopol Qızıl Körpü olduğuna görə tez-tez xarici ölkələrin baskınlarına məruz qalırdı. Məsələn, 1055-ci ildə Səlcuqların hücumuna məruz qalmışdı. Lakin Konstantinopol elə bir mövqeydədir ki, qala kimidir, alınmaz qala kimi başa düşə bilərik biz Konstantinopolu. Hətta yazılanlara görə 2-ci Mehmet buranı fəth eləyəndə gəmilərini qurudan üzdürərək şəhəri fəth eləmişdi. Yəni bu şəhər elə bir alınmaz qala formasındadır. 1055-ci ildə Səlcuqlar buranı tutacaq. 1204-cü ildə Səlibcilər gələcəklər və tarixdə ilk dəfə Konstantinopol 1204-cü ildə Səlibcilər tərəfindən tutulacaq. 1204-1261-ci ildə Səlibcilər Bizans ərazisində Latın imperiyasını yaradacaqlar. Bu dövr Bizansın qaranlıq itmiş dövrü adlanır. Niyə? Çünki 1204-1261-ci illərdə biz artıq Bizansın, Konstantinopolun adını çəkmirik. Çünki burada Səlibcilər hakimiyyətdədirlər və Latın imperiyasını yaradıblar. Lakin daha sonradan Bizanslılar üsyan qaldıraraq 1261-də Səlibciləri buradan qovacaqlar. Elə sevinəcəklər ki, müstəqil oldular. Aradan 200 il keçdikdə 1453-cü ildə Osmanlı Sultanı 2-ci Mehmet gələcək Konstantinopolu tutacaq və bununla da 1453-cü ildə Bizans imperiyası süqut eləyəcək. Belə. Bizansın öz dərsi əslində spesifik 2 səhifədir. Amma inteqrasiyalı dərs olduğuna görə, yəni biraz Albaniyada var bilirsən, daha sonra digər dərslərin içərisində də ən azından bir dəfə Bizansın adı çəkilir. Ona görə də diqqət eləməliyik Bizans dərsinə. Yəni bu formada.